Kiçik və Orta Biznesin İnkişaf Agentliyi yanında İctimai Şuranın təşkilatçılığı, Prezident yanında Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu, imkanlar və perspektivlər mövzusunda ictimai müzakirə keçirilib. Tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyalarının nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib. KOBYA'nın idarə heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOBların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOBların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd edib ki, KOBlar istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdır. Tədbirdə biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.